Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında Əzizə Göyçzadədir. Bugünün əsas xəbərləri. Yaponiyada bıçaqlı hücum. Fransada kilsəyə hücuma görə IŞİD məsuliyyəti özlərinə götürüb. Demokratların qurultayı öz işini davam etdirir. Solar Impulse 2 dünya səyahətini tamamlayıb. Çərşənbə axşamı Tokyo yaxınlığında yerləşən əlillər üçün müəssisədə bir kişinin bıçaqla hücum törətməsi nəticəsində 19 nəfər ölüb. Bu, 2-ci Dünya müharibəsindən bəri Yaponiyada baş verən ən dəhşətli kütləvi qırğındır. Tokyodan 50 km uzaqlıqda yerləşən Sakamihara şəhərinin rəsmiləri deyir ki, 26 yaşlı Satoshi Uematsu obyektə səhər adilərində daxil olaraq insanlara bıçaqlamağa başlayıb. Hücum zamanı azı 20 nəfər yaralanıb. Daha sonra Uematsu polisə təslim olaraq hücumu törətdiyini etiraf edib. Onun maşınında azı biri qana bulanmış bir neçə bıçaq aşkar olunub. Bəzi ekiblər onun həmin müəssisədəki işindən çıxarılmasına qəzəbləndiyi barədə xəbər verir. Kütləvi qırğınlar Yaponiyada çox nadir hallarda baş verir. Orada dünya boyu ən sərt silaha nəzarət qanunları tətbiq edildiyi üçün də kütləvi qətllər əsasən bıçaqla törədilir. 2001-ci ildə Asaka şəhərində 8 uşaq məktəblərində bıçaqlanaraq öldürülmüşdü. 2008-ci ildə isə bir kişi izdihamın üzərinə maşın sürüb, daha sonra ətrafdakı insanları bıçaqlamışdı. İslam Dövləti qrupu bildirir ki, Fransada keşişin ölümü ilə nəticələnən kilsə hücumunu qrupun 2 əsgər həyata keçirib. Daha öncə Fransa prezidenti François Hollande çərşənbə axşamı Normandiyada baş verən bu hücuma görə IŞİD-i günahlandırmışdı. Fransa rəsmiləri deyir ki, 2 hücumçu polislə qısa sürən qarşıdurmada öldürülüb. Onlar kilsədə keşiş daxil olmaqla bir neçə nəfəri bıçaqla girov saxlamışdı. Təhlükəsizlik xidmətinin əməkdaşının verdiyi məlumata görə Prezident François Hollande və Daxili İşlər Naziri Bernard Cazeneuve Saint-Étienne-en-Pauvre şəhərindəki hadisə yerinə yollanıblar. Prezident olan əslən kilsənin yerləşdiyi şəhərə yaxın bir yerdəndir. Fransanın baş naziri Manuel Valls qurbanların ailələrinə başsağlığı verib və hadisəni kilsəyə qarşı barbar hücum adlandırıb. Bütün Fransa və bütün katoliklər yaralıdır. Biz həmrəy olacağıq, deyə o Twitter hesabında yazıb. Kilsə Parisdən 77 km şimalda yerləşir. Bundan öncə isə noyabr ayında İslam Dövlətinin üzvləri Parisdə hücum keçirərək 140 nəfərin ölümünə səbəb olmuşdu. Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən demokratların qurultayında demokratlar partiyalarının prezident seçkilərindəki namizədini təsdiq edəcəklər. Əməkdaşımız Dilşad Əliyarlı hazırda Filadelfiyada qurultay məkanındadır. Dilşad xanım, qurultayla bağlı tamaşaçılarımıza nə deyə bilərdiniz? Filadelfiyada demokratların qurultayının ilk açılış günü əsas diqqət mərkəzində 2 çıxış oldu. Bu da ABŞ-ın birinci xanımı Michelle Obama və Hillary Clinton'ın keçmiş rəqibi olmuş senator Bernie Sanders'ın çıxışları idi. Birinci xanım Michelle Obama öz çıxışında bir məsələyə diqqət yönəltmək istədiyini dedi. Bu da növbəti 4 ildən 8 ilə qədər gələcək nəsil, onun sözləri ilə bizim uşaqlarımıza hansı prezident nümunə göstərə bilər və bu təbii ki, bu nümunəvi prezidentin Hillary Clinton olacaq bildirdi. Michelle Obama'nın çıxışı çox emosional idi. O, Amerika Birləşmiş Ştatlarının tarixinin uzun bir yol keçdiyini deyərək, Ağ Evdə ilk qara dərili prezidentin olması məsələsinə diqqət yönəltdi. Michelle Obama dedi ki, mən hər gün qullar tərəfindən inşa edilmiş bir evdə yuxudan ayılıram və hər gün 2 qara dərili qızımızın bu evin həyətində oynadığını görürəm. Və bu mesaj Amerikalılara bir ümid göndərmək məqsədi ilə edilirdi və Michelle Obama bu ümidin Hillary Clinton'la bağlı olduğunu göstərməyə çalışırdı. Daha bir çıxış isə senator Bernie Sanders tərəfindən edildi. Qurultayın açılış gününün ən çox gözlənilən çıxışlarından biri idi. Bernie Sanders'ın çıxışı onun tərəfdarlarının qurultayın keçirildiyi arenanın qarşısında etiraz nümayişləri ilə müşahidə oldu və Sanders'ın bəzi tərəfdarları zalda da qurultayın işinə mane olmağa çalışırdı və natiqlərin sözlərini yarımçıq qoymağa çalışırdı. Lakin Bernie Sanders öz çıxışında tərəfdarlarına üst tutaraq vahid namizəd Hillary Clinton'ın namizədliyi ətrafında onları birləşməyə çağırmağa çalışdı. Çünki onun sözləri ilə bu birlik mühümdür və Hillary Clinton onun sözləri ilə bütün fəaliyyəti ilə onu göstərdi ki, o Amerika Birləşmiş Ştatlarının prezidenti olmalıdır.
Qurultay işini davam etdirir və ikinci günün, ikinci axşama böyük hazırlıqlar gedir. Bugün bu axşamın əsas natiqi, əsas məruzəçisi keçmiş prezident Bill Clinton'dır. Demokratlar bugün Hillary Clinton'ın 10 illər ərzində ictimai və siyasi fəaliyyətinə bir daha diqqət yönəltməyə çalışırlar və bunu təbii ki, ən yaxşı edə bilən şəxs Hillary Clinton'ın həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Clinton'dır. Bugün qurultayın işinin ikinci günü Bill Clinton'ın çıxışı ilə yanaşı proqramda daha bir maraqlı çıxış olacaq və bu da Amerika Birləşmiş Ştatlarında silahlı zorakılıqlar nəticəsində həyatlarını itirmiş gənc Amerikalıların analarının çıxışlarıdır. Silahlı zorakılıqlar və silahlara nəzarət məsələsi Birləşmiş Ştatlarda prezident seçki kampaniyasının gündəmində olan bir məsələdir və Hillary Clinton dəfələrlə bu məsələ ilə bağlı narahatlığını bildirib və bugün axşam ən mühüm məqam ondan ibarətdir ki, səs vermə olacaq. Delegatlar, bütün ştatlardan gəlmiş nümayəndələr səslərini verəcək və Hillary Clinton bugün axşam öz adını artıq rəsmən tarixə yazmış olacaq. Belə ki, o, Amerika Birləşmiş Ştatları tarixində aparıcı siyasi partiyadan prezidentliyə namizəd olacaq, ilk qadın kimi tarixə düşəcək. Çox sağ olun Dilşad xanım. Dünyaya Baxış veb xəbər bülteni davam edir. Kaliforniyanın cənubunda 2 böyük yanğın səbəbilə minlərlə insan evakuasiya edilib. Rəsmi göstərişlə 10 min ev sakini evlərini tərk etməli olub. 18 ev tamamilə sıradan çıxıb. Yanğın söndürmə idarəsinin rəsmiləri 3000-ə yaxın yanğın söndürənin ev və ofis binalarını təhlükəyə salan yanğınla mübarizə apardığını bildirib. Santa Clarita və Angels Milli meşəsinə yaxın ərazidə yanğın 132 kvadrat metrlik ərazini bürüyüb. Digər yanğınla Big Sur regionunda mübarizə aparılır. Bazar ertəsi günü maşının yaxınlığında bir şəxsin cəsədi aşkar edilib. Hazırda onun ölümünün yanğınla əlaqəsi olub-olmadığı araşdırılır. Təbii fəlakət Bengal pələngləri və digər heyvanların evakuasiya edilməsinə səbəb olub. Solar Impulse 2 dünyanı dövr edən ilk günəş enerjisi ilə işləyən təyyarə olaraq tarixə düşüb. İsveç mühəndisləri tərəfindən istehsal olunan təyyarə Əbu Dabidə hava limanına enib. Təyyarə bir il əvvəl 40 min kilometrlik səfər üçün məhz eyni məkandan havaya qalxmışdı. Günəş enerjisi ilə işləyən bu təyyarə dünya səyahəti zamanı 16 şəhərdə dayanıb. Təyyarənin qanadlarına yerləşdirilmiş 17 min günəş batareyası enerjini 4 mühərrikə ötürərək propellerin işə düşməsini elektriklə təmin edib. Son dayanacaq olan səfəri zamanı təyyarəni Solar Impulse-ın sədri Bertrand Piccard idarə edib. O və həmkarı Andre Boşberg dayanacaqlarda bir-birlərini növbə ilə əvəzləyərək dünya səyahətini başa vurublar. Solar Impulse 2 45-90 km/saat sürətlə uçaraq səyahətə toplam 500 saat vaxt sərf edib. Təyyarə Oman, Hindistan, Birma, Çin, Yaponiya, Birləşmiş Ştatlar, İspaniya, İtaliya, Misir və Birləşmiş Ərəb Əmirliklərində uçuşunu fasilə verib. Təyyarənin Birləşmiş Ştatlarda dayanacağına Kaliforniya, Arizona, Oklahoma, Ohio, Pensilvaniya və New York ştatları daxil olub. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Əzizə Görüşzadə sizinlə sağollaşıram. Siz isə bizi həmişə olduğu kimi Amerikanın Səsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.